Cadu, sehir, magiya nədir? Bunu elə ancaq nə bilim kuklaya iynə batırmaqla olmur ki, yerində də məişət dilində buna deyirlər ki, bala sən əvvəl olmur. Yazıb üfürürsüz belə nəsə. Yox, yazıb üfürmürük biz, mollaların işidir. Murad bəy, cadu nədir? Bildiyiniz kimi Azərbaycan xalqında çox qədim bir bilgidir və xalq arasında ən geniş yayılmış inanclardan biridir ki, mənə cadu olundu, evlənə bilmədim, evdə qaldım, işim yarım qaldı, o olmadı, bu olmadı. Bir çox neqativ formatda enerji vardı. Cadu, sehir, magiya çox qədim bilgilərdir. Bu bilgilər o qədər qədimdir ki, dünyada dinlər yox idi, amma magiya var idi. Elə fikirləşin. Hətta belə götürə bilərik ki, müqəddəs kitablarda belə Harut və Marut mələkləri qeyd olunub və orada ağ və qara magiyanın olmasından söhbət gedir. Biri xeyrə, biri isə şərə, yəni insanların rifahının pozulmasına, sevgi enerjilərinin pozulmasına aparan magiyalardandır. Hətta səhv etmirəmsə bir surədə də qeyd olunub ki, düyünlərə üfürən qadınların şərrindən. Bəli, Nəs və Fələq surəsində, müqəddəs Qurani-Kərimdə yaradıcı belə buyurub ki, düyünlərə üfləyən cadugünlərin, qadınların şərrindən Allaha sığınıram. Hətta bəzi rəvayətlərdə Məhəmməd peyğəmbərin belə magiyaya təsir qaldığı, caduya təsir qaldığı, günlərlə narahat və xəstə olduğu bildirilir. Bundan qorunmağın üsullarını izah edəcəm. Həqiqətən magiya varmı, yoxsa yoxdurmu? Elm bunu təsdiqləyirmi? Bu realdırmı, ya beynimizin bir oyunudurmu? Bu verilişimizdə inşallah magiyanın bu növlərini açacağam və sirlərini deyəcəm sizlərə. Ola bilər ki, heç yoxdur. Sadəcə biz nəyisə, kimisə üstünə atmaq istəyirik. Bəlkə bunu özümüzün mif olaraq düşünmüşük. Aydındır. Yəni magiya beynimizin bir oyunudurmu, yoxsa magiya həqiqətən var? Real. Bu sualı verirsiniz. Bu sualı belə izah edim sizə. Demək olar ki, mən hardasa çox uzun illər boyu magiyanı araşdırmışam. Çünki magiya o qədər dərin bir elmdir ki, bunun içində havas elmləri, okkultizm elmi, bir çox fəlsəfik bilgilər vardı və dinlərdən qabaq olduğu üçün bütün gələn dini kitablar hər gələn magiyanı inkar eləyib. İstəyib ki, magiya bilinməsin. Misal, ən qədim magiyalardan biri Roma magiyalarıdır. Misir magiyasıdır. Roman və Misir magiyasından sonra istifadə olunub bildiyimiz kimi Şumerlərdə, lap qədim sivilizasiyalarda Atlantis adlanan şəhərlər olub. Orada da magiyada istifadə olunub. Ən son dövrlərdə istifadə olunub şamanlarda. Şamanlar Cənubi Amerika bölgəsində, ələxüsus Asiyanın bir hissəsində yaşamış bir topluluq, bir cəmiyyətdir. Şamanlar insanları bitkilərlə və ruhsal rəhbərləri ilə kontakta keçidərək, müəyyən bədəllər ödədərək onlara magiya eləyirdilər də, belə deyək, qara və ya ağ magiya olurdu. Şamanlar əsasən ağ magiyadan istifadə